Aleykümselam ve rahmetullahi ve berekatuhu. Verdiğiniz sual hakikaten güzel bir sualdı. Ve hemçinde bu sualın uzun bir cevabı var. Kısa olarak bunu demək olar ki, Kur'an elə bir kitabdır ki, Kur'an'ın oxunuşu ibadətdir. Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərində gəlir ki, əlif, lam, mim, mən demirəm ki, bir hərfdir. Əlif bir hərf, lam bir hərf, mim bir hərfdir. Yəni ərəb dilində oxunan Qur'anın hər hərfinə görə insan 10 savab qazanır. Və ən azı 10 savab qazanır. Və bu savab 10 mislindən 700 mislinə qədər çoxala bilir. Və həmçinin Qur'an elə bir kitabdır ki, insan Qur'an oxuduğu zaman qəlbindəki imanın artmasına səbəbdir. Və üçüncüsü, Qur'an oxunduğu zaman insan həqiqətən Qur'anı düzgün bir şəkildə oxuyarsa, hətta başa düşməsə belə ondan təsirlənir. Allah da buyurur ki, əfələ yətədəbbərunəl Qur'an, məyər Qur'an barəsində tədəbbür etməzlərmi? Əm alə qulubihim əqfəluhə, demək olaraq, yoxsa onların qəlbində qıfıl mı vardır? Yəni Qur'an sadəcə oxunmaq yox, yəni həmçinin də tədəbbür etmək üçündür. İnsanın başa düşməsi üçündür. Yəni Qur'anın oxunuşu özü-özlüyündə insanın qəlbini rahatlatır. Çünki Qur'an zikirdir. Allah Teala buyurur ki, İnna nahnu nazzalna zikra və inna lahu lahafizun. Həqiqətən Qur'anı, zikri, Qur'anı biz nazil etdik, onu biz də qoruyasıyıq. Və həmçində başqa ayədə buyurur ki, qəlblər ancaq Allah'a zikr etməklə rahatlıq tapır. Və həmçinin insanın qəlbini rahatlamasına səbəb olan amillərdən biri də Qur'anı oxumasıdır. Və həmçinin Qur'an elə bir kitabdır ki, insan üçün artıq vacibdir. Yəni orada deyirsiniz, fərzdir yoxsa vacibdir. Fərz və vacib ikisi də eyni mənaya gəlir. Hər bir müsəlman üçün vacibdir ki, Qur'an oxusun. Çünki biz namazı qıldığımız zaman ərəbcə oxuyuruq. Və ərəbcə olan hərfləri Azərbaycan dilində çıxartırıqsa, o zaman biz Qur'anı düz oxumuruq və bu zamanda xətaya yol veririk. Allah qorusun, hərflərin dəyişilməsi, mənanın dəyişilməsinə səbəb olur. Misal olaraq, adi İxlas surəsi. Qul huvallahu əhəd, Allahu saməd. Saməd orada gəlir. Amma bəziləri səməd oxuyur. Saməd heç nəyə möhtac olmayan deməkdir. Amma səməd isə suyun üzündəki çör-çöpə deyilir. Fikir verin, heç nəyə möhtac olmayan hara, suyun üzündəki çör-çöp hara. Allah qorusun. Əgər insan inanaraq bu şəkildə oxuyarsa küfrə düşər. Allah qorusun. Ona görə, amma Azərbaycan dilinə gəldikdə isə Azərbaycan dilində bir dənə S hərfi var. Amma ərəb dilində isə sin var. Ondan sonra sa var. Ondan sonra sin, sad, bəli, bəzi hərflər var, iki formada gəlir. Və bəzi hərflər var, məsələn, 3 formada gəlir. Misal olaraq, Z hərfi. Pərtək Z var. Ondan sonra bizim bildiyimiz Z var. Bir də qalın La var. Bu fikir verin. Amma biz bunları hamısını bir hərflə, Z hərfi ilə əvəz edirik. Amma ərəb dilinə baxdığımız zaman, hərf dəyişildiyi zaman məna tamamilə dəyişir. Ona görə mütləqdir ki, hər bir müsəlman yəni öz ana dilini oxuyub yazmağı öyrəndiyi kimi ərəb dilini də, ərəb dilini oxumağını da, ən azından Qur'anı oxumağı öyrənsin. Qur'an elə bir kitabdır ki, qiyamət günü onu oxuyanlara şəfaatçı olaraq gələcəkdir. İqra'ul Qur'an fə innəhu yəti yevməl qiyaməti şəfi'an li əshabihi. Peyğəmbər s.ə.v buyurur ki, Qur'an oxuyun. Çünki deyir, o qiyamət günü onu oxuyanlar üçün şəfaatçı olacaqdır. Ki, nə qədər faydaları var Qur'an. Amma insan və həmçində üstəlik Qur'an, subhanallah, elə bir kitabdır ki, onu oxumağa öyrənmək çox rahatdır. Yəni, məsələn, baxırsınız, Azərbaycan dilinin hərfləri nə qədər çətindir. Yəni, bizə rahat gələ bilər, çünki ana dilidir. Çünki bizə rahat gələ bilər, çünki uşaqlığımızdan günə bir hərf keçərək bizə bunu öyrətiblər. Amma ərəb dili elə bir hərfdir ki, insan istədiyi zaman istəsə, bir günə bütün hərfləri otuzdura bilir. Bir günə. Çünki bir-birinə
yazılışları eyni olan və nöqtələrlə fərqlənir hərflər. Bu elhamdülillah Qur'anın hərflərin əzbərlənməsi üçün çox rahatlaşdırılır. Yəni başqa bunun kimi elə bir əlifba yoxdur ki, insan bu əlifba kimi tez bir şəkildə öyrənsin. Çox rahatdır. Allaha həmd olsun. Rəbbim asanlaşdırıb. Həm öyrənməyi asanlaşdırıb, həm onu təkrar üçün asanlaşdırıb. Həmçinin də gündəlik oxumaq üçün də Allah-u Teala asanlaşdırıb. Ona görə mütləq olan odur ki, insan onu oxusun. Və ən gözəli də odur ki, ərəb dilini öyrənsin. Əgər imkanı varsa, bacarırsa, şübhə yoxdur ki, bunun üçün də səy göstərməlidir. Əgər bacarmırsa ən azından, yəni ayəni oxusun və ayənin sonunda Allah-u Teala nə deyir, onu başa düşmək üçün Azərbaycan dilində tərcüməsini də oxusun. Belə olduğu zaman onlar Qur'anı tərtillə oxuyanlardan olarlar. Ona görə yaxşı olan odur ki, bir müsəlman Qur'anı ərəbcəsini öyrənsin və ərəbcəsini oxusun və namazlarda oxusun və bu da onun üçün nə qədər faydaları içərisində cəm edir. O ki, qaldı Azərbaycan dilində oxumağa gəldikdə isə, insan Azərbaycan dilində oxuyarsa sadəcə elm öyrənmək savabı əldə edər. Ancaq həqiqi o Qur'an oxunduğu zaman əldə olunan hərf savabını əldə etməz. Ona görə çalışmaq lazım ki, insan bu faydanı da əldən buraxmasın. Çünki fikir versəniz, bir səhifədə nə qədər hərf var. Hər hərfə görə insan 10 savab qazanırsa, bir səhifənin də biraz çətin oxuyan adam 5 dəqiqəyə, amma belə yaxşı sürətli oxuyan adam 2 dəqiqəyə, 1 dəqiqə hafizlər əzbərlədikləri səhifənin təkrarını 1 dəqiqə edirlər. Balaca sürətli oxuyanlar isə 1 dəqiqə yarım, 2 dəqiqəyə bir səhifəni bitirirlər. Və görün 2 dəqiqə nə qədər savab əldə olunur. Bunu insan gərək bu savabdan məhrum olmasın. Selamun Aleyküm və Rəhmətullah.